Salam, kanalıma xoş gəlmisiniz. Bu günlərim sizə Kral M1 Lux'un atışlarından danışmaq istəyirəm. Bir tir silahı alarkən ilk öncə nələrə diqqət etmək lazımdır, nələri etmək lazımdır bunu deyim. Silahı aldınız. 2-3 fərqli növ güllələrdən istifadə edə bilərsiniz. Hansı silaha daha yaxşı tutur, daha yaxşı nəticə verir, onu yoxlamalısınız. İndi bunu sizə göstərəcəm atışlarla bərabər. İnşallah bəyənərsiniz. Burada 3 növ gülləmiz var. Qramları fərqli olaraq dəyişir. 49 qram Gamma Hunter, Spoton 54 qram, bir də Öztayın 51 qramlığı var. Fərqli dizaynlarda. Atışlar eləyəcəyin nəticələri bir yerdə görəcəyik. Hədəfimizi asmışıq. Bağın qapısından 10 metr məsafə eləyir. Atışlarımızı eləyəcəyin 3 fərqli növ güllədən. Görək hansı daha yaxşı nəticə verir. Birinci atışlarımızı Gamma Hunter ilə yoxlayacağıq. Onu bu saxla. Bəli, atışlarımızı elədik. Gördüyünüz kimi bura nişan alsaq da güllələr fərqli nöqtələrə dağıldı. Bu o deməkdir ki, yüngül güllədir. Silah bunu götürmür. Yəni çox atır, yayır güllələri. İkinci gülləni yoxlayaq. Bəli, hədəf kağızımızı dəyişdi. İndi ikinci atışdadır sıra. Spoton gülləsindən istifadə edəcəyik. İndi atacağımız patron güllə isə Spoton olacaqdır, 54 qramlıq. Qrupmanlar belə oldu. 5 atış, 3'ü bir nöqtəyə, ikisi yayındı. Ola bilsin ki, güllərlə bağlı nəsə problem olar. Pelletin arxası paraşütü ya əyik olar, ya düzgün olmaz. Ona görə güllələr sağa sola qaçır. Üçüncü atışı keçirik. Spoton 51 qramlığa. Hədəf kağızını dəyişib yenidən qaydırıq. Bəli, hədəf kağızımızı dəyişdik. Üçüncü atışımızda Öztay gülləsindən istifadə edəcəyik. Gülləmiz də buradadır. 51 qramlıq Öztay. Görək bunun nəticəsi nətər olacaqdır. Üçüncü atışımız da belə oldu. 3 güllə yuxarı, 2 güllə isə aşağı düşdü. Bəli, atışlarımız yekunlaşdı. 3 fərqli qramajda güllə ilə Kral M1 Lux'dan atışlar elədik. Nəticələrə baxaq. Birinci atışımız Gamma Hunter ilə oldu. 49 qramlıq
5 atış oldu. İkisi bir nöqtədən, üçü fərqli nöqtələrə dağıldı 10 metrdən. İkinci atışımız Spoton oldu 54 qramlıqla. 5 atış oldu. Üçü eyni nöqtəyə, hərəsi 2 dənəsi fərqli yerlərə dəydi. Üçüncü atışımız Öztay oldu 51 qramla. 5 atışdan demək olar ki, üçü bir nöqtəyə dəydi, yəni bir sıraya, cərgəyə dəydi. Qalan ikisi fərqli yerlərə dəydi. Qrupman atışları idi bunlar. Güllələrin istiqamətləri hansı güllələr hansı tərəfə daha çox yığışır, onu test eləyirdik. Fərqli atışlar da gələcək. Yaxşı patronlar əldə edəndən sonra daha ağır patronlarla yeni atışlar çəkib atacağım kanalımıza. Onda nəticələrə bir yerdə baxarıq. Bu sıfırlama atışları deyildi. İstəsəz sıfırlama atışları da çəkib ataram kanala. Abunə olun. Hələlik Allah canınızı sağ eləsin.